Bugünkü dolmamız mövsümə uyğun olaraq tərəvəz dolmasıdır. Amma indi mövsümdən də keçmişik, bilirsiniz ki, ilin bütün fəsli tərəvəzlər olduğu üçün ilin bütün fəsli hazırlanır, sevilə-sevilə də yeyilir. İkinci dolmamız da bizim yarpaq dolmasıdır. Ənənədən kənara çıxmışıq bugün. Yarpaq dolmasını tut yarpağından və heyvə yarpağından hazırlamışıq. Kurs iştirakçılarına da maraqlı gəlib və indi dadını da dadacaqlar. Görünüş cəhətdən heç nədən seçilmir. Təzə yarpaq çıxanda mütləq uşaqlar sınasınlar, yoxlasınlar. Çox ümid edirəm ki, dadını da bəyənəcəklər. Yarpaq dolması. Yarpaq dolması müxtəlif olur. Pif yarpağından, pif yarpağından, hətta fındıq yarpağına qədər bükənlər var. Nə bilim, həyətdə təzə çıxan, indi yenə deyirəm, mövsümdür, yarpaqlar çox kövrəkdir, ipək kimidir, atlaza oxşayır yarpaqlar. Adətən şanı yarpağı daha çox sevilir. Bakının Novxanı kəndinə bitən ağ şanı yarpağı məşhurdur. Amma indi ağacların açan, biz bugün istifadə edədiyimiz heyva yarpağı və tut ağacının yarpağı heç bir şanı yarpağından geri qalmır, pif yarpağından geri qalmır. Təsəvvür edin ki, bunu kurs iştirakçıları, 17-18 yaşında oğlanlar da büküb, qızlarımızla bərabər. Maşallah olsun, əl qabiliyyətləri çox qəşəngdir. Yəqin ki, dadı da görünüşə görə seçilər yaxşı olar. Siz də çox sağ olun. Təşəkkür edirik. Çox xoşdur mənə. Dolmanın borcusu 200-250 qram olmalı. Çoxdur, 150 qrama qədər. 150 qram, bəli. Çünki adətən əvvəllər dolmalar bilirsiniz ki, ipə sarılırdı, 10-15 ədəd. Çünki o vaxt qramaj yox idi və götürülmək də rahat idi. Bir ip, bir bağlama, bir nəfər porsu sayılırdı. Böyük məclislərdə. Mən bayaq uşaqlara da dedim, çox gözəl bir 5 ulduzlu restoranda bu yaxınlar toyda olmuşam, çox pahalı bir restoranda və ana isti yeməklər arasında dolmanı gördüm, çox sevindim, açıq deyim. Çox da gözəl, xırda-xırda bükülmüş dolma idi. Əladır. Bilirsiniz ki, dolma Doğğa Gəncə mətbəxinə aiddir. Başqa bölgələrimiz də ləzzətli bişirirlər, amma Gəncə mətbəxinə aid olduğuna görə Gəncədə hazırlanan dolmanın, Doğğanın tayı bərabəri yoxdur. Təşəkkürlər verirəm. Sağ olun. Bunu da çəkin. Bunu çəkin, ana. Bunu üçü daha yaxşıdır bu belə. Vizual, görünüş cəhətdən çox qəşəngdir. Heç yerə qaçmaq şansı yoxdur da, yəni. Dolmaların heç bir yerə qaçmaq şansı olmur. Necə bişirsə, bir dənə mən qaşıq ver, onun yağından da götürüm. Aha. Yuxarıdan da mənə quru nanə verərsiniz ki, bunun qıraqlarına səpərəm. Orada bankada quru nanəmiz olmalıdır. Adətən porsiya olaraq hərəsindən bir dənəsi qoyulur, amma yenə deyirəm, baxır ki, o əgər lunch yeməyidirsə, hərəsindən bir dənə yox. Ana yemək kimi menyuya salınırsa, qramaj olaraq ən azı 150 qram olmalıdır. Yəni, badımcanlar da hamısı uyğun olmalıdır. Biri böyük, biri balaca. Həm bişməyə cəhətdən, həm də görünüş cəhətdən.